Ki mənim ki gözüm görür bir şeyi, harda oluram olum. Bir şeyə baxıram, giriftar olmamış olmuram. Baxıram və sevgisi düşür qəlbimə. Aşıqın göz yaşının axması onun içindəki sirri faş edir. Əli əleyhissalam deyir, mən hər bir şeyə baxanda da Allahı gördüm, ondan əvvəl də, ondan sonra da. Ahı fəryad eləmək, nalə eləmək aşıq üçün nöqsandır. Adətən qadın içindəkini tökmək xasiyyəti var. Danışmaq, şikayət etmək xasiyyəti. Yəni, bu fitri olaraq gələn bir şeydir. Harda olsam, deyir, olmazam hər harda kim olsam giriftar olmadan. Giriftar olmadan olmuram, hər harda olurum olsun. Bir bəladır göz, bir afətdir dili, məhzun mənə. Salam, əziz və dəyərli tamaşaçılar. Sizləri Füzuliyə Axund baxışı verilişində xoş gördük. Biz öz dəyərli qonağımızla, əziz ruhanimiz, ustad şair, Hacı Axund Azərlə bir yerdəyik. Hacı yenə bizim üçün Füzulinin qəzəllərinə öz baxışlarından danışacaq və yeri gəlmişkən Hacını salamlamaq istəyərdim. Hacı, salam. Aleyküm salam. Necəsiz? Allah razı olsun, təşəkkür edirəm. Hacı, əvvəlki verilişlərdəki kimi çox uzatmıram. Çünki o baş verə sözə mən də əminəm ki, dinləyicilər də gözləyir. Ona görə söz sizdədir, mən də sizi dinləyirəm, dinləyicilər. Əvvəl qəzəli başdan oxuyaq. Eşq ətvarın müsəlləm eylədi gərdum mənə. Bunca kim yeldi, yügürdü, yetmədi məcnun mənə. Qıldı məndən rəf-i təklifi nəmazi məstilik. Qıldı məndən rəf təklifi nəmazi məstilik. Qaldı börhəq nəşəyi cami meyi gülgün mənə. Bağıban gər meyl qılmam sərvinə məzur tut. Sərvidən yeyrək gəlir ol qaməti məvzun mənə. Dostlar qan yaş töküb qıldı məni rüsvayı xəlqə. Vəh ki düşmən çıxdı axır didiyi pürxun mənə. Olmazam hər qanda kim olsam giriftar olmadan. Bir bəladır göz, bir afətdir dili məhzun mənə. Ey Füzuli navə ki ahimlə aldım intiqam. Dönə dönə gərçi bidad etdi çərxi dun mənə. Əvvəli başlayır ki, eşq ətvarın. Ətvar tövrün cəmidir. Tövr yəni təhər də. Nə təhərsən, nə tövrsən. Təhər, tövr, bunun cəmi olur ətvar. Yəni, bizlərdə də işlənilir, bu işin təhərini, tövrünü mən bilirəm. Təhər, tövrünü, necə olmağını. Eşqin bütün təhər, tövrünü müsəlləm elədi. Yəni, təslim elədi, öyrədib təslim elədi də. Kim? Gərdun mənə. Gərdun, yəni dövr eləyən, çərxi fələk, dövr eləyən bir varlığa deyərlər, gərdun. Bu gərdun mənə bu zamanənin o dolanışıq, zamanənin fırlanmağı, zamanın çərxi mənə eşqin bütün təhər töhürünü neynədi? Təslim verdi, öyrətdi, təslim verdi mənə. Necə ki, bunca ki, yeldi, yügürdü, nə qədər çalışdı, cəhd elədi, qaçdı, yetmədi məcnun mənə. Burada iki məna çıxır. Bir, o gərdun ki, fırlanandı, çərxi fırlanır. Yer kürəsində bir nöqtə, o bir nöqtə ilə heç vaxt qovuşmur. Qovuşmur. Çünki çərx fırlanır. Çərx fırlandığına görə də nə qədər məcnun cəhd elədi, mənə gəlib çata bilmədi. Bu bir məsafə baxımındandır məna. Rastlaşmadı da. Bir də ki,
Yox, elə çata bilmədi. Necə ki, iki nöqtə bir-birinə qoşması. Həm də ki, burada bir məsələ var ki, mənə bu dövran eşqin təhər-törünü elə müsəlləm elədi ki, elə təslim elədi ki, Məcnun belə nə qədər cəhd elədi, mənə çata bilmədi. Məqam cəhətindən. Məqam cəhətindən. Həm belə məna verir, həm belə. Heç kəs iddia eləməz ki, məsəl üçün, yox, məhz elə bu mənanı verir. Mümkündür, elə Füzulinin özündən də soruşsun, deyəcək ki, hələ demişəm ki, həm belə məna çıxsın, həm belə. Qıldı məndən rəf. Rəf sözü qalxmağa deyərlər. Rəf. Bir şeyi yuxarıya qaldırmağa. Mənim çiynimdən rəf elədi, məndən götürdü, rəf elədi, götürmək. Aradan qaldırdı. Bəli, aradan qaldırdı. Neyi? Təklifi namazı. Namaz təklifini, mükəlləfiyyətini, məstlik, məst olmağım. Şəriətdə məlum məsələdir, məst halda namaz nədir? Batildir. Sadəcə olaraq məstlik iki cürdür də. Bir var, mən sonradan nəsə bir haram bir şeylə özümü məst eləyim. Bir də var ki, mən elə bir məstəm, eşq məstiyəm ki, o məstlik məndən təklif namazı belə çiynimdən götürüb qaldı bər haq nəş'i cami-meyi gülgün mənə. Yəni, o qırmızı şərab ki var, gülgün qırmızı. Şərabın camının nəşəsi, onun zövqi. Məni neynədi? Elə bir hala saldı ki, artıq təklif namaz mənim boynumdan götürüldü. Təbii ki, burada məqsəd o deyil ki, Füzuli namazın əleyhinə olub, yox. Burada ümumiyyətlə irfan ədəbiyyatında konkret olaraq ki, sözlər var. Namaz, nə bilim, istər dəstəmaz, istər canamaz, istər nə bilim, minarə, mənbər, məscid. Bu atributlar ki var, bu adlar çəkiləndə bu şəriət əhlinə aiddir. Yəni o növbəti mərhələ ki var, gəlir, qalxır yuxarı. Onların qıldığı namazla bunların qıldığı namaz fərqlidir. Bu ümumiyyətlə hər bir insanın qıldığı namaz fərqlidir biri-birindən. Bu məlum məsələdir də. O namaz ki var idi, mən qılırdım, həmən o namazı mənim boynumdan götürdü. Düzdür, burada demir, hansı namaz. Amma o termin kimi işləndikdə o bilinir ki, bilinir ki, bu şəriət əhlinin, o təbəqənin namazından gedir. Daha əvvəlki kimi qılmıram da namazı, biraz da dəyişmişəm. Tamam fərqli, yəni ki, o namaz hətta ariflər olub da, yəni ki, bir məqama çatandan sonra keçmiş namazları tez edirlər. Yəni ki, o halda qılınan namaz mənim üçün namaz sayılmır. O nöqteyi nəzərdə. Ona görə deyir ki, qıldı məndən rəf, təklifi namazı, məstlik. Qaldı bər haq nəş'i cami-meyi gülgün mənə. Bağıban gər meyl qılman sərvinə məzur tut. Bağbana müraciət edir ki, sənin sərv və sərv hündür, iğnə yarpaqlı bir gözəl bir ağacdır, hündürdür, qamətli bir ağacdır və şeirlərdə, qəzəllərdə məşuqun qamətini sərvə bənzədirlər. Bəzən onu tərifləmək məqsədi ilə sərvə bənzədirlər, bəzən də əksinə deyirlər ki, sərv sənin yanında bir şey deyir. Niyə? Ən azından sərv dayanıb, sənsə hərəkət eləyən sərvsən. Sən gəzirsən. Seyyid Əzimdə belə bir beyt var, deyir ki, sərv hər çəndi rü'unətdə qədin tayi deyil. Görünüşdə, rü'unətdə, görünüş. Sərv sənin qəddüvə tayıla bilməz. Sərv hər çəndi rü'unətdə qədün tayi deyil. Bu qədər sərvidir, amma belə hər cayi deyil.
Düzdür, sərv olmağına sərvdir, amma hər cayı deyil, hərəkət eləmir filandır, amma sən hərəkət eləyən sərsən, sən ondan üstünsən. Deyir, bağban gəl meyli qılman sərvinə, sən sərvə meyl eləməsən, bağban yetişdir bax onu, məzur tut, məni üzürlü bilginə. Sərvidən yeyrək gəlir, ol qamətü məvzun mənə. Qamət-ü məvzun gözəl qamətli deməkdir. Gözəl qamətli mənasında. Deyir, o sərvidənsə daha hərəkətli yeyrək gəlir. O qamət-ü məvzun mənə. O gözəl qamətli sərvidən də hərəkətli gəlir mənə. Dostlar, qan yaş töküb qıldı məni rüsvayı xəlq. Ey dostlar, qan yaş töküb məni xalq arasında neynədi? Rüsva elədi. Vəh ki, düşmən çıxdı, axır dideyi pürxun mənə. Didə gözdür, pürxun isə qanla dolu, pür. Xun qandır. Pürdəki daha çoxluq bilirlər. Pürxun qan dolu gözlərim neynədi? Vəh ki, biz vay demirik, vay olsun. Vəh ki, düşmən çıxdı. Bu mənə əməlli başlı düşmənçilik elədi gözüm. Məni biyabır elədi, rüsvayı xəlq oldum. Özə dostlara deyir, dostlar, mən rüsvay oldum, qan yaş töküb məni rüsvayı xəlq elədi bu dideyi pürxun. Ki, düşmən çıxdı mənə. Çünki aşıqın göz yaşının axması onun içindəki sirri faş eləyir. İçindəki sirri faş eləyir. Belə bir yazıya rastlaşdırmışdım yazı ilə. Çox xoşuma gəldi, deyir, ne üçün adətən kişilər ağlayan zaman gözlərini, qadınlar ağlayan zaman ağızlarını tuturlar. Bilmirəm, rastlığıza gəlib, gəlməyib. Yəni, kişi içindəki, gözünün içindəki kədəri bildirmək istəmir, qürurunu saxlayır. Qadınsa ağzın tutur ki, yəni mən səbr eləyirəm. Adətən qadın içindəkini tökmək xasiyyəti var. Danışmaq, şikayət etmək xasiyyəti. Yəni bu fitri olaraq gələn bir şeydir. Ümumiyyətlə ahı fəryad eləmək, nalə eləmək aşıq üçün nöqsandır. Əhli təmkinəm məni bənzətmə ey gül bülbülə. Dərdə yox səbri onun hər ləhsə min fəryadı var. Füzuli burada bülbülə şeyda deyirlər də, onu fəryad elədiyinə görə, dəllik elədiyinə görə, yəni özünü divanə kimi tanıtdırır, ahı fəryadı, bəli, sabirdir, suzi binaləyi pərvanəni gör, ey bülbül, səhni gülzarıda ancaq sənin əfxanın var. Yəni, bu məsələlərdə ümumiyyətlə, bundan əvvəlki qəzəldə də demişdik ki, mənə deyir, vurduğun oxlar ki, qan bürümüşdü bədənimi, məni abırlı, həyalı saxlayırdı. Elə ki, göz yaşlarım axdı, başladı onu yumağa, məni rüsvay cahan elədi. Bu da o cümlədən, dostlar, qan yaş töküb qıldı məni rüsvay xəlq, vəh ki, düşmən çıxdı, axır dideyi pürxun mənə. İndi fikir verginən ki, didəsindən, gözündən şikayət eləyən Füzuli növbəti beytdə yenə də belə bir söz deyir, ona oxşar. Deyir, olmazam hər harda kim, hər qanda, yəni hər harda da, olmazam hər harda kim olsam, giriftar olmadan. Harda olur olsun, hər yerdə olur olsun, giriftar olmadan dayana bilmirəm. Giriftar olmaq yəni nədir? Tutku, türklər deyir, tutku, tutunmaq, bir şeyə, məsələn, vurulmaq, aşıq olmaq. Harda olsam, mütləq giriftar oluram. İndi bunun səbəbi nədir? Deyir, bir bəladır göz, bir afətdir dili məhzun mənə. Dili məhzun, hüzün dolu, qəm dolu ürəkdir. Bir bəladır göz. Göz mənim üçün bir bəladır. Afət də, bəla da, ikisi də imtihan sözüdür. Yəni, Quranda da gələndə bəla sözü də, afət sözü bir imtihandır. Yəni, bir fitnədir. Mənim üçün, mən imtihandan çıxmalıyam. Bu göz mənim üçün bir bəladır. Çünki məsəl var, deyir, göz görür, könül sevir.
Bu həmən məsələdir. Ki, mənim ki, gözüm görür bir şeyi, harda oluram olum. Bir şeyə baxıram, giriftar olmamış olmuram. Baxıram və sevgisi düşür qəlbimə. Görürsən, bu nə deməkdir? Yəni, o hələ çatanı mən sevirəmmi? Yəni, nəyi görürəm, onu sevirəmmi? Məsələ o deyir. Söhbət burada ariflərin baxışından gedir ki, Əli əleyhissalam deyir, mən hər bir şeyə baxanda da Allahı gördüm, ondan əvvəl də, ondan sonra da. Yəni, mən hər şeydə əslində səni görürəm. Nəyə bax, harada olsam, deyir, olmazam, hər harda kim olsam giriftar olmadan. Giriftar olmadan olmuram, hər harda olurum olsun. Bir bəladır göz, bir afətdir dili, məhzun mənə. Yəni, bu göz görür, könül sevir də, bu məndən asılı olan bir iş deyil. Ey Füzuli, navə ki, ahimlə aldım intiqam. Ahımın oxları ilə, ey Füzuli, intiqam aldım. Dönə-dönə, gərçi bidad etdi çərxi dun mənə. Çərxi dun bəyaq dedik. Çərxi dun, çərx bildiyi çərxi fələyidir. Dun, yəni alçaq. Aşağı. Aşağı, bəli. Aşağılayırdı onu. Və çərx ki fırlanır, o mənə zülmü zaten dönə-dönə eləmişdi. Çünki fırlandıqca hər dəfə yenə vurur. Fırlandıqca hər dəfə yenə vurur. Dönə-dönə. Bu bir mənası. Bir mənası dəfələrlə dönə-dönə. Özü də deyir ki, mən navə ki ahımla, ahımın oxu ilə intiqam aldım. Və mən ox atdım ona. Ox atdığım bir varlıq da həmişə neyniyə qıvrılar. Mənim atdığım oxa görə o həm də fırlanır dönə-dönə. Gərçi bidad etdi çərxidun mənə. Bidad sözü də oradan zülm deməkdir. Bidad eləmək, yəni zülm eləməkdir. Reyfizuli navə ki, ahımla aldım intiqam, dönə-dönə gərçi bidad etdi çərxidun mənə. Biz bu qəzəlləri, yəni, açırıq ki, ən azından kiməsə lazım olsa, ümumi mənasını bilsin, ümumiyyətlə nəyin haqqında gedir, o nədir, bu nədir. Yəni, çox da əziyyət çəkməsinlər, orada, burada axtarmasınlar da, hər dəfə bir dənə qəzəli bu cür təhlil eləyirik ki, bəlkə kimisə bir işinə yaradı. Allah sizdən razı olsun, hacı. Mən düşünürəm ki, həqiqətən yarayır. Yəni, istər gənc şairlərimizə, istər dinləyiciyə, xiridara. Çünki bu poeziya, məsələn, çox qeyri-adi fikir poeziya var da, məsələn, siz izah edirsiniz, ox atır, çərxi fırladır. Yəni, bu, bunu necə birləşdirib, qeyri-adi bir poeziyadır. Ümumiyyətlə, buna bir ustad baxışı olmasa, bunu başa düşmək olarmı? Bu da bir... Hə, bu da var. Bir də ki, bunu hələ düzgün üzündən oxumaq var. Hə, o da bir... Bu, hər adamın işi deyil ki, məsəl üçün, bəzən adamlar var ki, qəzəli çıxır, deyir, ya görürsən, xanəndələrimiz oxuyur, sınıq-sınıq. Yəni, bunun ən azından düzgün bir oxunuşu, bəhrində düzgün oxunuşu olmalıdır. Ondan sonra gərək mənasını bilə-bilə oxuyanda, artıq istər-istəməz dinləyiciyə çatır bu şey. İstər-istəməz sən də hisslərvi qoyursan, onu izah edə bilirsən. Quru olmur da. Yəni, mən əminəm ki, sosial şəbəkələrdən də gördüyüm budur ki, xüsusi izləyirlər. Hər birinə də təşəkkür edirik buradan, kollektiv adından. Sizə də məxsusi təşəkkür edirik ki, vaxt ayırırsınız bizə. Allah razı olsun. Allah sizdən razı olsun. Sağ olun. Və hələlik sağollaşıram sizdən. İnşallah növbəti görüşlərdə görüşərik və əziz, dəyərli tamaşaçılar, inşallah növbəti verilişlərdə sizinlə də görüşmək ümidi ilə salamat qalın.